ABŞ maraqları kontekstindən Yaxın və Orta Şərqin sosio-kultural, etnoqrafik xəritəsinin ümumi icmalını nəzərdən keçirməyə çalışacağıq. Belə ki, hamıya məlum olduğu kimi, Kiçik George Bushun hakimiyyəti illərində 2000-ci illərdən başlayaraq Yaxın və Orta Şərqdə möhkəmlənmək istiqamətində ABŞ-ın yeni dünyada, yəni Paris Xartiyasından sonrakı dünyada praktik addımları atıldı ki, Yaxın və Orta Şərqdə artıq tam dərin, geniş miqyaslı möhkəmlənmə məqsədli daşıyan bu plan hələ 60-cı illərdən əlbəttə ki, Lewis, Richard Perle'nin arzu və istəkləri, Dick Cheney'nin belə deyək, planları nəzərin bu verdiyi teoretik nəzəriyyələr istiqamətində qurulmuşdu bu plan. Lakin Kiçik George Bushun hakimiyyəti dövründə artıq bütün beynəlxalq münasibətlər tarixi ABŞ-a imkan verirdi ki, tək qütblü dünyada özünün Yaxın və Orta Şərq haqqında məqsədyönlü planlarını həyata keçirsin. Bu planları həyata keçirməkdə ABŞ beyin mərkəzləri Yaxın və Orta Şərqdə özlərinə uyğun şəkildə sosial qrupları ayırmışlar. Sosial qruplar bu plana uyğun olaraq dəyərləndirilmiş və hansı qruplarla əməkdaşlıq etmək, hansı qruplarla münasibət saxlamamaq, hansı qruplar isə birmənalı şəkildə ABŞ tərəfindən məhv ediləcək qruplar kimi qeyd olunması həmin bu planda Yaxın və Orta Şərqin sosio-kultural xəritəsində öz yerini tapır. Belə ki, Yaxın və Orta Şərqdə ABŞ kontekstindən baxdıqda, çünki ABŞ-a görə mediada və yaxud rəsmilərin ayrı-ayrı məqalələrində Böyük Orta Şərq və yaxud genişləndirilmiş Şimali Afrika və yaxud Yaxın Şərq kimi adlanan bir geostrateji plandan söhbət gedir. Bu planın ana məqsədi, ana qayəsi odur ki, ABŞ simasında Qərb imperializmi üçün böyük bir coğrafiyanın, yəni əslində faktiki olaraq burada İslam coğrafiyasından söhbət gedir. Bu coğrafiyanın liberal istiqamətdə imperializmin bazarına çevrilməsinə, liberal reformların, islahatların aparılması ilə bu ərazilərdə, xüsusilə İslam coğrafiyasında imperializmin geniş bazarlarını bütün sahələrdə və bütün mənalarda təmin etmək. Bunun üçün ABŞ-ın qarşısında duran maneələr müəyyənləşdirildi. Bu maneələr ayrı-ayrı sosial qruplarda ifadə olundu. Belə ki, ərazisində 600 milyona yaxın insanın yaşadığı Yaxın və Orta Şərq ABŞ üçün İslam coğrafiyası kimi bir anlam daşıyır. Çünki burada xristianlar nə qədər parçalanmış şəkildə olsalar da, onların sayı yerli əhaliyə, ərəblərə və yaxud digər İslam dininə sitayiş edən xalqlara nisbətən olduqca müqayisə edilməz dərəcədə azdır. Belə ki, sosial qruplardan xristianlıq 3 mərkəzli, Aleksandriya mərkəzli, Qüds mərkəzli, Yerusəlim mərkəzli və İstanbul mərkəzli xristian kilsələrdir. Bunların əksəriyyəti Qüds mərkəzli xristian kilsəsindən başqa, bunların Antioxiya, Aleksandropol, onların əksəriyyəti pravoslav əqidəli xristianlardılar və nə qədər böyük çox qollara parçalanmasına baxmayaraq, xristian kilsəsi, burada xristianlıq olduqca xüsusi çəkisi azdır. Yəni faiz etibarilə təmsilçiləri azdır. Və ABŞ üçün əsas maneə İslam dinidir ki, İslam dini ümumiyyətlə
İslam coğrafiyasında ABŞ xüsusi strategiya müəyyən etmişdir ki, e, İslamın demək, regionda nümayəndələri özləri də ayrılır. Üç böyük sosial qrup ayırır ABŞ kontekstindən baxdıqda. Yəni əsas məqsəd nədir? Əsas məqsəd İslam coğrafiyasında liberal islahatlar aparmaq, özəlləşdirmə aparmaq və transmilli kooperasiyalar üçün böyük neoliberal imperializm üçün, neokolonializm üçün böyük bazarlar təşkil etmək. Bu bazarlarda həm kapitalın dövriyyəsini, həm transmilli kooperasiyaların rahat bazarları monopoliyada saxlamasını təmin etmək üçün arxain bir vəziyyət yaratmaq. Yəni bu planın əsas qayəsi budur, məqsəd budur. Və İslam coğrafiyasında sosial qruplar 3 böyük sosial qrupa bölünür. 3 böyük sosial qrupdan, deməli, birinci qrup despotlar və despotiya ətrafında birləşmiş oliqarxiya. Despotiya, yəni artıq birinci addım olaraq ABŞ üçün bunlar artıq problem deyil. İndi artıq 2010-cu illərdə, 10-cu illərin əvvəllərində domino effekti ilə devrildilər onlar və əksəriyyəti əlbəttə ki, hamısı yox. Despotiya demokratikləşmə, yəni elə bu Böyük Orta Şərq layihəsinin əleyhinə olan qrupdur. Əlbəttə ki, bunları açıq ifadə etməkdən çəkinirdilər, lakin bəzi hallarda ifadə edirdilər. Bu demokratikləşmənin əleyhinə çıxacaqlarını elə ABŞ-dakı beyin mərkəzləri də bilirdi. Xüsusilə 90-cı illərdə, 90-cı illərin sonunda demokratikləşmənin üzünə qapıları açarsaq xaos bürüyər deyə Hüsnü Mübarək artıq əvvəldən mesaj verirdi ki, mən bu demokratikləşməyə razı deyiləm, bu planın əleyhinə çıxacağam. Eyni münasibəti Səudiyyə Ərəbistan kralı bildirmişdi. Lakin əlbəttə ki, bu despotlar ABŞ tərəfindən dəstəklənmiş despotlar idi. Özləri də ABŞ-la münasibətləri korlamaq istəmirdilər. Amma təbii olaraq despotiyanın maraqları daxilində deyildi bu reformlar. Və birinci sosial qrup ki, İslam düşərgəsindəki birinci sosial qrup despotiya. Bu despotiya ABŞ üçün artıq devriləsi despotiyadır. Devriləsi qrupdur, yəni bir mənalı devrilməlidirlər onlar. İkinci qrup. Bu qrup İslamdan ayrı, ümumiyyətlə areligioz, konfessionalizmdən uzaq millətçilər və yaxud solçular. Amma əlbəttə ki, İslam coğrafiyasında, müsəlman mühitində insanlardan söhbət gedir. Bu qrup ABŞ üçün ciddi maneə təşkil etməsə də, bu qrupun xüsusi gözə çarpan əlaməti odur ki, imperializmlə heç bir halda imperializmin arzu və istəklərinə uyğun şəkildə əməkdaşlığa getməyəcək. Solçu müsəlmanlar belə deyək də, yəni mənşə etibarilə, kulturoloji nöqteyi nəzərdən, solçular bir mənalı olaraq imperializmin prinsiplərini, mexanizmlərini inkar edirlər. ABŞ üçün heç bir loyal münasibət ABŞ ümumiyyətlə ümid edə bilməz o solçulardan. Digər tərəfdən, eyni ilə sağçı, yenə areligioz insanlar, millətçilər, əsasən bunlar etatist millətçilərdirlər. Çünki Yaxın və Orta Şərqdə həm ərəb xalqlarının, həm Türkiyənin simasında millətçilik Fransa nümunəsində gəlib. Buna görə də millətçiliyin yalnız etatist nümunəsində, yəni dövlətçi nümunəsində biz görə bilərik
tarixdə də, yəni praktikada bu özünü doğruldub. Deməli, əgər hesab etsək ki, millətçilər milli dövlət qurmağın qayəsini daşıyırlar, yəni məqsədləri etatist bir misaq-ı milli, yəni kemalistlərin həm bütöv bir yurt daxilində suverenlik, heç bir imperializmə boyun əyməmək. Lakin indi millətçilik sağçı da olsa, burjuaziya da, yerli burjuaziya da olsa, yenə də imperializmin bazarı olmaq niyyətində deyil. Bu qrup ABŞ üçün bu etatistlər elə bir ciddi maneə təşkil etməsə də artıq müasir dövrdə, lakin onun ABŞ-la imperializmin arzusuna uyğun hərəkət etməsi ümumiyyətlə gözlənilmir. Üçüncü bir qrup, İslamçı qrup, dindar qrup, ruhani qrup. Bu İslamçı qrup özü, yəni mürəkkəb qrup olduğu üçün 3 hissəyə bölünür. Birinci hissəni təşkil edirlər ənənəvi İslamçılar. Ənənəvi İslamçılar ABŞ kontekstindən baxanda digər İslami qruplardan və hətta digər sosial qruplardan Yaxın və Orta Şərqdə ən böyük çəkiyə malik, xüsusi çəkiyə malik, insan tutumuna malik, böyük həcmli sosial qrupdur. Lakin özünə məxsusluğu və xarakterik əlaməti odur ki, ənənəvi İslamçılar çox zəif təşkilatlanmış və hətta demək olar ki, siyasi təsisatlara, təşkilatlara malik olmayan böyük insan toplumudur. Və ənənəvi İslamçıların imperializmə münasibəti nədən ibarətdir? Qərb demokratiyasına onlar ögey münasibət bəsləyirlər. Qərb demokratiyası ilə ümumiyyətlə münasibətlərini istiləşdirmək şansı da yoxdur, onların heç belə fikirləri də yoxdur. Çünki aqrar dövrün məhsulu olan İslam əlbəttə ki, sənaye dövrünün nə kapitalizmini, nə ümumiyyətlə sosial demokratiya, marksizmi qəbul etmək kimi bir şansı da yoxdur. Digər aqrar tipli monoteist dinlər kimi. Ənənəvi İslamçılardan fərqli olaraq radikal İslamçılar, bunlar daha az, yəni xüsusi çəkisi daha azdır bunların. Yəni yayılma arealı, belə deyək, bütün böyük bir arealı təşkil etmir. Amma əlbəttə ki, ayrı-ayrı nöqtələrdə mövcuddurlar. Xüsusi çəkisi azdır, lakin xüsusi çəkisi az olmasına baxmayaraq, ənənəvi İslamdan kiçik həcmli olmasına baxmayaraq, ənənəvi İslamdan fərqli və üstün cəhəti odur ki, siyasi mənada təşkilatlanmış, siyasi mənada ciddi strukturlara, təsisatlara malik, maliyyə mənbələrinə, fondlara malik, xüsusi təşkilatlara malik ciddi orqanizasiyalardır bunlar, radikal İslamçılardılar və bu radikalizmin, radikal İslamın ənənəvi İslamdan fərqi nədir? Qərb demokratiyasına hər ikisi uzaqda dayanır, lakin ənənəvi İslam əgər Qərb demokratiyasına uzaqda dayanmaqla kifayətlənirsə, radikal İslam nəinki Qərb demokratiyasına, İslamdan kənar bütün təlimlərə, baxışlara gücü çatdığı qədər hücum etmək, təcavüz etmək və ümumiyyətlə bu şiddətli qarşıdurma effektindən, bu nəticələrdən, şiddətli qarşıdurmanın nəticəsindən yararlanaraq gündəmdə qalmaq, gündəmdə qalaraq həm belə deyək, informasyon, qorxu yaratmaq, terror yaratmaq, həm də ümumiyyətlə radikal İslamın əsas istiqaməti odur ki, əsas məqsədi hücum, təcavüz və
bu kimi zorakı yollarla İslamı bir mənalı şəkildə yaymaq, heç bir güzəştə getməmək, heç bir danışıqlar aparmamaq, belə bir prinsip də ola bilməz ümumiyyətlə. İslamı yaymaq uğrunda onlar üçün, yəni axirətə inam ciddi inam təşkil edir onların təlimlərində. Və İslam qrupunda üçüncü ciddi bir sosial qrup ki, Amerika üçün çox ciddi əhəmiyyətə malikdir. Bu mülayim İslamdır. ABŞ beyin mərkəzləri bunu belə adlandırır. Mülayim İslamın digər İslam qruplarından fərqi ondadır ki, bu qrup yenə siyasi təsisatlara, siyasi təşkilatlanma qabiliyyətinə və artıq siyasi təşkilatlanmış bir orqanizasiyaya malikdir. Bunun ABŞ üçün əhəmiyyəti nədən ibarətdir? Əhəmiyyəti ondadır ki, radikalizmdən və ənənəvi İslamdan fərqli olaraq mülayim İslam özünün həyat tərzini və əxlaqi kodekslərini artıq liberal kapitalizmə çox ciddi nöqtədir bu punktu. Liberal kapitalizmə, liberalizasiya, privatizasiya, özəlləşdirməyə uyğun şəkildə öz həyat standartlarını qurmuş və xüsusilə ticarət və bankçılıq faiz məsələsini öz belə deyək, kodekslərinə uyğun şəkildə həll edə bilmiş və mülayim İslam obrazı yaratmış bir qrupdur, sosial qrupdur bu. Və bu sosial qrupun Amerika üçün əhəmiyyəti ondan ibarətdir ki, bunlara söykənərək mülayim İslamın liberal reformlara, ümumiyyətlə liberalizmə, kapitalizmə xoş münasibətinə, isti münasibətinə yararlanaraq bütün regionda, Yaxın və Orta Şərq regionunda ciddi şəkildə kapitalistləşmə, bankçılıq eləmək, kapitalist ticarətini gücləndirmək, yerləşdirmək və Amerikan simasında, yalnız Amerikan simasında imperializmi orada möhkəmləndirmək. Və aydın məsələdir ki, Yaxın və Orta Şərqdə möhkəmlənmək digər rəqibə Avrasiya üçbucağı deyilən bir Avrasiya Rusiya mərkəzli digər bir qüvvəyə qarşıdır ki, orada da şimalda dərhal şimalda Yaxın və Orta Şərqdən Rusiya mərkəzli bir qrup möhkəmlənməyə çalışır, Avrasiya. Amerikanın, ABŞ, Amerika Birləşmiş Ştatlarının Yaxın və Orta Şərqdə mülayim İslamçıları hakimiyyətə gətirməkdə, dəstəkləmək, hakimiyyətdə gətirdikdən sonra həmin ölkəni özünün iradəsinə uyğun olaraq addımlar atmağa məcbur etmək yaxın tariximizdə biz görürük. Türkiyə Respublikasında 90-cı illərin sonunda artıq Aydınlıq qəzetində və digər media maqnatlarında, artıq Kivlərdə Türkiyənin o zamanki Türkiyədə ABŞ-ın o zamanki səfiri Abramoviç tərəfindən Ərdoğan haqqında gələcəyin baş naziri kimi qeyd edilirdi. Onun haqqında belə söhbət açılırdı və Abramoviç onu baş nazir kimi görmək istəyirdi. Və 8 il sonra, yəni bu hadisə 96-cı ildə olmuş, 8 il sonra 2002-ci ildə məhz ABŞ-ın birbaşa müdaxiləsi ilə Refah və Səadət partiyalarını parçalamaq və bu parçalanmadan yararlanaraq AKP-nin 34% səslə seçkiləri öz xeyrinə həll etməsi. Burada artıq bütün dünya ictimaiyyətinə məlumdur. ABŞ-ın ciddi maliyyə müdaxiləsi var idi orada. Və bu siyasi təzyiq sonda 1990-cı illərin sonunda başlanmış
Türkiyə haqqında başlanan bu plan 2000-ci illərdə, artıq 2003-cü ildə 9 maddəlik bir sazişin imzalanması ilə davam etdi. Belə ki, elə həmin AKP ki, hakimiyyətə gətirilmişdi. AKP hökumətinin birinci hökumətdə Xarici İşlər Naziri olmuş Abdullah Gül ilə Colin Powell arasında bağlanmış müqavilə Misaq-ı Millinin konkret punktlarına zidd idi. Misaq-ı Milli bilirsiniz ki, Kemalistlər tərəfindən elan edilmiş Türkiyə Respublikasının ana qanunu, ana belə deyək, qırmızı xəttini təşkil edir, punktlarını təşkil edir. Bu Misaq-ı Millidən geri addım atmaq, bu Misaq-ı Millinin punktlarına, ayrı-ayrı punktlarından artıq imtina etmək demək idi. Yəni həmin müqavilənin punktlarına biz nəzər salsaq. Lakin bundan əlavə 2000-ci illərin sonunda Erdoğanın Recep Tayyip Erdoğanın hətta prezidentlik kürsüsünə əyləşməsi. Prezidentlik kürsüsündən 2014-cü ildən prezidentlik kürsüsündən yararlanaraq artıq Türkiyə Respublikasında parlamentin önəminin azaldılması istiqamətində addımlar atmağa başlamaq. Orada Türkiyədə prezidentli respublikaya keçid haqqında, hətta bu istiqamətdə ciddi addımlar atmağa hələ ki cəhd edilir. Bu əslində Türkiyə və İranda ABŞ-ın möhkəmlənmək cəhdləridir. Niyə? Çünki bütün yaxın və orta şərqdə istənilən iradəni, istənilən siyasi teoriyanı, siyasi paradigmanı, siyasi iradəni həyata keçirmək üçün İran və Türkiyə çox ciddi geopolitik əsasa malikdir. İranla ABŞ-ın arasında münasibətlər aydındır. ABŞ orada heç bir uğur qazana bilmir artıq. ABŞ İranda möhkəmlənmək cəhdləri hər dəfə uğursuzluğa düçar olur və uğur qazana bilmir ki, İranın geopolitikası ona imkan verərdi ki, bütün yaxın və orta şərqdə İranın geopolitikasından yararlanaraq özünün istədiyi iradəni, tutaq ki, liberallaşma iradəsini yeridə bilərdi. İran variantında qırmızı xətt var. Orada keçmək olmur. Qırmızı işığı var orada. Yaşıl işıq yalnız Türkiyədədir və Türkiyənin geopolitik üstünlüyü imkan verir ki, yaxın və orta şərqdə nüfuz sahibi olmaq və Türkiyənin simasında mülayim İslamı nümunə kimi göstərmək, bunun PR-ını qaldırmaq və hamını belə bir mülayim İslama dəvət etmək, belə bir liberal iqtisadiyyata, kapitalizmə qucaq açan bir İslama dəvət etmək və əslində əlbəttə ki, bu bir dəvətlə bitmir əlbəttə ki. Yəni burada ciddi geopolitik üstünlüyə malik olmaq lazımdır. Bu geopolitik üstünlük həmişə bütün tarix boyu yaxın və orta şərqdə İran və Türkiyədə olmuşdu ki, yəni üstünlük say hesabı ilə ərəb dilli xalqlarda olsa da, bilirsiniz, Semit xalqlar, Yahudilər, ərəblər həmişə say hesabı ilə bu regionda üstün olublar. Lakin həmişə bu regionun üzərində hakimiyyətdə olan, bu regionun üzərində ağalıq etmək iqtidarına sahib ölkələr geopolitik olaraq ya Kiçik Asiya, indiki Türkiyə Respublikası ərazisində yaranmış dövlətlərdir, ya İran İslam Respublikasının indiki İran ərazisində geopolitik bir üstünlük var o geopolitikada. Həmin geopolitikada formalaşmış ölkədir ki, yaxın və orta şərqdə həmişə diktə ediblər, həmişə öz iradələrini həyata keçiriblər, iradələrini yeridiblər və indi də siyasi iradə, hər hansı imperialist, tutaq ki, ABŞ öz siyasi iradəsini, tutaq ki, liberallaşmanı yaxın və orta şərqdə həyata keçirmək istəyirsə, yeritmək istəyirsə, məhz yaxın və orta şərqə gücü çata bilən, həmişə tarix boyu geopolitik üstünlüyə malik olan ya İran, ya Türkiyə variantı. Müasir dövrdə də indi günlərimizdə İran variantı ABŞ üçün qırmızı işıqdır. Buna görə də
Türkiyə üzərində ABŞ çox ciddi dayanacaq və Türkiyə hələ bundan sonra da ABŞ üçün ciddi əhəmiyyət daşıyacaq.